qundağda olan uşaq da. Bəli, 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 Allahın möcüzəsidir də o da. bəli. Ha. İndi bu Əli əleyhissalam deyirsən şeydə dünyaya gəlməyib. Gəlin belə eləyək. Yəni bu müzakirəni elə bir qısa olaraq eləyək. Biz özümüzdən danışaq. Mən həyat yoldaşımı və yaxud da ki, sizi qatmıram, kimsə həyat yoldaşının öz yəni uşaq dünyaya gələcək, məscidə aparıb orada doğutdurmaq olar, yoxsa yox? Məscidə aparmıb, yox. Məscidin yanından keçib, ora şey deyil, doğum evi deyil, məscidin yanından keçib. Niyə sual düz qoymursan? Baxın, sizin inanca görə İmam Əlinin anası Kəbənin içərisində nədir? Doğulmuş. Bəli, Aha. bəli, oradan keçib, tutub, dönüb. Elə evində olardı da. Sən sözündən belə çıxır ki, vaxtı gəlib, o gedib, ki, mən gedib orada dünyaya gətirəcəm uşağı. Sənin sözündən belə çıxır. Gəlin belə eləyək. Kəlməni düz qoy da. Mən indi aydınlıq verirəm inşallah. Kəbənin ətrafında evlər var idi. Kəbənin örtüyü var idi. Örtüyü də bilirsən. Bu yəni təkcə bizə bu İslam dinindən qalmamışdı. Deməli, örtüyü var idi bir və həmçinin İmam Əlinin atası Məkkədə tanınmış olacaq bir insan idi. Tanınmış olacaq bir insan idi. Onlar Məkkədəki olacaq, ətrafındakı olacaq evlərdə niyə doğmadı? Bu bir. Gəlirəm indi. Kəbənin örtüyünün altında niyə doğulmadı? 2. Üçüncü varianta bax indi. Deməli, bu şeylə fəxr etmək olar, yoxsa yox? Deməli, siz demək istəyirsiniz ki, bu şey zərurətdən dolayı oldu belə. Amma belə fəxr olması bir şey deyil. Yoxsa necə? Buyurun. Üçün bu Allahın əmri ilə olan şeydir. Onlar seçilmişlərdir. Niyə bu qədər elçin? Gör, həmişə sənlə mehriban danışırıq. Niyə bu qədər inkarçısınız? Niyə bu qədər əhl-i beyti sevmirsiniz? Yox, Allah haqqı dildə deyirsiniz, qəlbdə yoxdur. Qəlbdə yoxdur, ay kişi. Xristiyanlar bizə deyir ki, mən siz polunu başa düşdüm. Xristiyanlar bizə deyir ki, siz İsa'nı sevmirsiniz. Niyə sevmirik? İsa bizim də peyğəmbərimizdir, ay kişi. Bir dənə mən qutarım, xahiş edirəm, bircə dəqiqə. Sumqayıtın pastoru var, Elçin adında, yəni Ağbaş kişidir, onun da adı Elçindir. Mənim onunla münasibətim həmişə olub. Mən onu İslam'a dəvət edirdim. Sumqayıtın pastoru idi. Onlar mənə dedi, yəni süfrətib oturmuşduq, niyə siz İsa aleyhissalamı sevmirsiniz dedi. Dedim, biz İsa aleyhissalamı sevirik, amma siz xristiyanlar kimi sevmirik. Biz İsa'ya Allah demirik, Allahın oğlu demirik, İsa aleyhissalam öldü demirik. İndi də biz sənə deyirəm, sizə deyirik, biz əhl-i beyt sevirik, sizin sevdiyiniz kimi sevmirik biz. Sizin kimi sevsək biz, yəni Qur'an və Peyğəmbərə hakaret etmiş oluruq. Onlardan da biri, bax bu. Məsələn, gəl indi dalaşmayaq da gəl. Niyə dalaşmayaq? Yox, dalaşmıram. Sən bilirsən ki, mən dalaşan insan deyil. Siz bax bir söz dediniz, əzizim, siz bir söz dediniz ki, onlar seçilmişlər idi. Ona görə bu vəhnən idi. Ona görə bunu Allah istəmişdi. Baxın, İsa aleyhissalama baxaq bir dənə. Məryəm anamız məbəddə idi. Və ona vəh gəlir. Deyir, oradan çıx, məbəddən çıx. İsa aleyhissalam dünyaya gələcək. Allah elə həmənki Allahdır da öz məbədinə hörmət etdi. Ona vəh verdi ki, mənim məbədim uşaq doğum evi deyil. İndi nə var? Duraq, əstəğfurullah, Allahın işinə qarşı. Yox. Bircə dəqiqə, qutarım, sözü verəcəm sənə inşallah. Buyur. Allah onu çıxartdı oradan, bax. O da, İsa aleyhissalam da
seçilmişlərdən idi. Niyə Allah razı olmadı məbəddə doğulmasına? Çünki məbəd doğum evi deyil, uşaq evi deyil. Məbəd ibadət olunması bir yerdir. Allah əstəğfurullah öz evinə hörmətsizlik eləyər və İmam Əlinin anasını deyər ki, gir orada doğ. Bu əslində görün nə qədər günahdır. Kəbə evinə hörmətsizlik, bir. Bütlərin yanında doğulmaq, yəni Kəbənin içində bütlər var idi. Ətrafında da bütlər var idi və içində də bütlər var idi. Ta ki Peyğəmbər gəlib fəth etdi oranı, dağıdandan sonra olmadı. Deməli biz nələr görürük biz? Kəbəyə qarşı hörmətsizlik. Amma mən buna inanmıram ha. Prosta sizin inancla getsəm, mən elə bir ki Allahı və onun Rəsulunu və İmam Əliyə və İmam Əlinin ailəsinə hakaret etmiş olaram. Sizin baxışlarla baxıram. Bir bütün yanında dünyaya gəlmək fəxirdirmi? Kəbə evinin içərisində doğub ana öz qanını, mən nə bilim, nədisini tökmək ora fəxirdirmi? Bu fəxirdirsə, kusura baxmayın, mən sizin yanınızda bu yerdə deyiləm. Buyurun. Elçin, birinci bunlar hamısı Allahın əmri ilə olan şeylərdir. Allahı ki inkar etmirik. Bu yüzillərdir, yox indi qulaq assa danışdı. Buyurun, buyurun. Bu yüzillərdir gəlir də, bu yüzillərdir gəlir. Axtarıb tapsın, elə sün hədislərdə də var. Bu yüzillərdir gəlir. Biz kimin ki Allahın işinə qarışaq? Allah Yusufu atdı qoyun içinə. Elə aparıb atardı, deyərdi aparın atın arxada, nə bilim, suyun içinə boğulsun. Nətər saxladı Yusuf orada? Qardaş, bunlar hamısı Allahın əmri ilə gələn şeylərdir, qardaş. Bu bizlikdir, nə sənlikdir, nə mənlikdir. Bu Allah əmri ilə olan şeylərdir. Bu nə qədər burada nədir ki, bu nə boyutda şeydir ki, bunu qəbul etməmək? Burada nə Allaha, nə Peyğəmbərə hörmətsizlik var ki? Peyğəmbərin özünə hörmətsizlik olundu, çox olundu. İndiki günəçən Peyğəmbəri hələ səhv çıxardırlar. İndi əqidə, təriqət sözü demirəm. Peyğəmbərin özünə həmişə hörmətsizlik olub, ailəsinə hörmətsizlik olub. Ağamir, sizin adınız Bəli. Ağamirdir. Bəli, Ağamir, Ağamir. Ağa Əmirov. Ağa Əmirov, hə. Sizə bir söz deyim mən. Siz deyirsiniz ki, Allahın əmridir. Bu Allahın əmridirsə, onda Məryəmə necə vəh gəldisə, İmam İndi yaxşı, Elçin, Allahın, Əli əleyhissalamın Allahın yanında xətri, hörməti, izzəti var. Əlbəttə ki, Onda Allah razı olardı ki, o kəs, o təmiz kəs, o təmiz şəxs oradan anadan olsun. Bu sualıma cavab ver. Necə? Onda Allah razı olardı ki, Əli əleyhissalam orada anadan olsun. Bu suala cavab ver. Yox, orada anadan olmaq üçün yer deyil axı ora. Yox, bu Allah yanında, yox, bu Allah yanında seçilmişdirsə, Peyğəmbərin əmsi oğlu, Peyğəmbərin yanında yatıb duran, Quranı əzbər bilən insan, Allah yanında xətir izzəti olan adam, qulaq assa imkan ver. O yanında Allah hər şeyə qadirdir də. Allah razı olardı ki, Əli əleyhissalam əgər pis etsə orada anadan olsun, izin verərdi. Aha, cavab verirəm inşallah. Birinci sizə onu deyim ki, Allah Subhanahu taala, siz bilirsiniz ki, bu günləri bəyənmədiyiniz insanlar, bizim də bəyənmədiyimiz insanlar, sizin də bəyənmədiyiniz insanların əlindədir bu günləri Kəbənin hasarı. Elə insanlar üçün açılır ki, siz də bunu bəyənmirsiniz, biz də bunu bəyənmirik. Onda o deməkdir ki, bunu Allah belə istəyir. Hər şeyi Allahın üstünə atmaq olmaz ki. Yox, kafir başqadır. Onların cəzası var. Cəzası var, onun cəzası var. Gəlirəm indi ona. Qiyamətin günündə. Hər bir şey baş tutursa, o deməkdir ki, bunu Allah istəyib. Yox. Hər bir hadisə baş tutursa,
o demək deyil ki, Kəbəni o qədər yandırmaq istədilər, dağıtmaq istədilər. Aydındır. Hətta su töküb içində o qədər insanlar öldü. Nəysə, sizə bir indi söhbət edirik də biz. Siz deyirsiniz ki, Allahın əmridir. Allahın əmridir ki, İmam Əlinin anasına, siz demək istəyirsiniz ki, İmam Əlinin anasına vəh verildi ki, ged orada doğ İmam Əlini, yoxsa necə? İndi vəh verildi, verilmədi, Allahın razılığı ilə oldu. Allah hər şeyə qadir olan da bilirsən. Yəni bu Ancaq sözü Allah razı deməklə, olmazdı ki, əzizim, gəlin belə eləyək hissəsi də. idi, razı olmazdı. Aha, gəl belə eləyək. Onda Kəbənin içində bütlər var idi. Allah razı idi da onda, elə deyilmi? Qardaş, mən gənə də Cavab deyirəm, ver, Allah lütfen. hər şey, o bütü Yo, kim yo, yo. dağıtdı? Kəbəni Yox, o yox. bütün Bax. Kəbənin Abi- içində, əzizim, Kəbənin Abid orada içində qulluq eləyib, qulaq asın, bit orada qulluq eləyən deyil. Bit orada nə medsestra işləyir, nə həkim işləyir. Bir şeydir orada, taxtadan düzəldib. Belə olmur. Mən danışıram, siz danışırsınız, bir sözünü kəsirik. Belə olmur. Mən deyirəm ki, hər şey Kəbənin içində baş verirsə, deməli bu Allahın razı qaldığı bir işdirsə, deməli onda Məkkə müşrikləri də Kəbənin içində 6-7 dənə büt var idi. Deməli Allah istəyib oranı. İstəyib ki, müşriklər öz bütlərini ora qoysunlar. Siz hər bir haramı, hər bir günahı, şirki, küfürü biz Allaha vura bilmərik. Biz nöqtəyə gəlirik. Nöqtəyə. Sizə sual etdim. Mən və kimlərsə öz həyat yoldaşını indiyənə kimi Kəbə deyil ha, məscidlərdə doğmaq olar yoxsa yox? Siz dediniz ki, yox. O hər kəsə sənə aiddir. O sənə Mən də aiddir. deyirəm ki, burada özünüzü kilitləyirsiniz. Onda O sənə aiddir. bax. Kilitləmirəm mən, kilitləmirəm. İmam Əlinin anasına vəh verilmişdi ki, sən get orada doğ. Buyurun, buna bir dənə cavab verin. Necə? İmam Əlinin anasına vəh olunmuşdu ki, get orada doğ. Vəh olundu olmadı, Allahın əmri ilə gedildi ola. Allahın əmri ilə gedildi. Deməli vəh eləyib də. Oranın adı nədir ki? Kəbə evi Kəbə deyilmir. Elə bit olan vaxtı da Kəbə evi deyilmir. Bəli. Tutardı, nə burada nə istəyirsən ki? Burada nə var ki? Allahın əmri ilə gedib orada anası doğub. Deməli Allahın razılığı ilə gedib də qardaş. Onda müşriklər də o özlərini büt qoymuşlar o Kəbənin içində. Onlar da onda Allahın razılığı vardı onda. Yo. O dağıl, Bu nətər ola bilər? Bu razılıq. Oranı kim dağıtdı? Oranı kim dağıtdı için? Oranı için kim dağıtdı? Bax, əzizim. Onda razılıq varsa, oranın için kim dağıtdı için? Sənin dediklərində ziddiyyət var. İsa Əleyhisselam, baxın, gəlin belə eləyək də. Gəlin biz bunun dəlilini Elçin, o bütləri sonradan nəfsin içinə kim atdı? Baxın, gəlin bunun dəlilini biz Quran-ı Kərimdən götürək. Görək Allah heç belə bir əmr eləyərmi ki, Allah belə əmr eləyərmi ki, öz evinə qarşı hörmətsizlik eləyərmi ki, Allah razı olsun. İsa Aleyhisselam dünyaya gəlməkdən ötürü Məryəmi məbəddən çıxardır. Bu Məryəm surəsində keçir. Allah öz evinə heç vaxt hörmətsizlik etməz, əzizim. Çünki bunun Quran-ı Kərimdən dəlili var. Məbəddə idi, ora bir vaxt var idi, Qüds idi. Qüdsdə olurdu o, elə deyilmi? Məbəddə olur, Qüds. Qibləgah olurdu ora. Nətəri Allah, amma Allahın vəhi ilə gəlib dənə, o Allahdan heç qorxdular, minbərdə Əli Əleyhisselamı söydürdürdülər. Nə bilim, minbərdə Mövzunu dəyişirsən. Peyğəmbərin yox, Peyğəmbərin qoyduğu qanunu əksinə getdilər. Nə mövzu dəyişəcək? Yəni, mövzunu dəyişirsən. Mövzunu dəyişdin. Baxın, bu şeyin dəlili var. Quran-ı Kərimdə dəlili var. Həqiqətən də İmam Əli orada doğulması üçün Allahın vəhi var idi, yoxsa yox? Biz bunu dəlil olaraq Məryəm anamızın həyatında görürük. Qüds qibləgah idi və o qibləgahın yanında, məbədin yanında
bir balaca bir yer var idi. Orada Meryem anamız qalırdı. Hamilə olur Allahın izni ilə və Allah ona əmr edir ki, çıx oradan, çıx. Ya Məryəm, çıx. Və Məryəmi oradan çıxardır, gətirir bir xurma ağacın yanına və orada nə olur? İsa aleyhissalam dünyaya gəlir. Bu Quran-ı Kərimdə Allah öz evlərinə həmişə hörmət etmişdi. Həmişə hörmət etmişdi. Allahın belə bir vəhi yoxdur. Get mənim evimi doğum evi et. Subhanallah ilə. Bu şiələrin inancıdır. Biz şiələr kimi Əhl-i Beyti sevmirik, sevə də bilmərik. Çünki Əhl-i Beyti şiələr kimi sevsək biz, onda Allah öz evinə qarşı hörmətsizlik eləyir. İmam Əli bütlərin yanında doğulub, bu ikinci hörmətsizlikdir. Ya bunun ardı. Aha. Salam aleykum və rəhmətullah qardaş, necəsiz? Aleyküm salam, elhamdülillah, yaxşı olun. 5 dəqiqə danışandan sonra dinləyin və ondan sonra cavablarınızı və iradlarınızı bildirin. Əvvəla dinlər şəxsi fikirlər üzərində qurulmur. Allah subhanahu wa ta'alanın təyin etdiyi bir din vardır və dinlər onun üzərində qurulmalıdır. Dinimiz xüsusən onun üzərində qurulmalıdır. Xüsusən bir şey vurğulayım, başdan dinləyirəm. Bəli, siz dediyiniz kimi şiə və sünnə qardaş deyildir. Quran-ı Kərimdə Allah subhanahu wa ta'ala müsəlmanlar qardaşdır deyir və biz müsəlmanları özümüzə qardaş bilirik. Bu iki. Üçüncü olaraq biz xüsusən sizlərə bu məsələni əqlən hörmətsizlikdir anlamında İslamda hər hansısa bir hökmü siz çıxarda bilmərsiniz. Əgər Quran-ı Kərimdə bu barədə dəliliniz vardırsa, siz bunu aşkarda isbat eləməlisiniz. Çünki Bəqərə surəsinin 111-ci ayəsində mütəal Allah buyurur ki, dəliliniz varsa gətirin. Əgər danışmaq istəyirsinizsə, gəlin elmi müstəvidə Əmir əl-Müminin Ali aleyhissalamın Kəbə evində dünyaya gəlməsini sizlərə mən həm əhl-i şiə və həm əhl-i sünnə mənbələrindən mütəvatir yolla gəlib çatmış bizlərə hədislərdən isbat eləyib. Birinci növbədə Şeyx Saduq öz əsərində Ricalul Nəcaşidə və s. bir çox digər xüsusi nöqtələr ki var, onlarda bildirilir. Mən hər birində əhl-i şiə mənbələrindən toxuna bilərəm. Amma xüsusən əhl-i sünnə mənbələrinə toxunsaq, mən düşünürəm ki, bu məsələ daha bizlərə yararlı və effekti olar ki, həm də sizə bir növ mövzu açılmış olar ki, siz isbat eləməlisiniz ki, öz sənədlərinizdə yer alan bu sənədlər niyə görə belə deyək də, Əmir əl-Müminin əleyhissalamın Kəbə evində dünyaya gəlməsindən bəhs eləyir. Ancaq buna girməzdən öncə xüsusən bir şey vurğulamaq istəyirəm sizə. Sizə bir dənə sual verəcəm. Allah Rəsulü Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm harada dünyaya gəlmişdir? Və bir sualım budur. İkinci sualım da budur ki, Məryəm xanım, İsa ibn Məryəm harada və necə dünyaya gəlmişdir? Quran-ı Kərimdə Məryəm surəsi 23-cü ayədə baxıb yerində deyə bilərsiniz. Hətta mən sizə köməkli olsun deyə deyirəm. Ayəyə baxıb İsa aleyhissalamın harada dünyaya gəldiyini cavablaya bilərsiniz. Hansı ki, mən bunu bildirim ki, Məryəm surəsinin 23-cü ayəsində Allah subhanahu wa ta'ala bizlərə bildirir ki, İsa aleyhissalam xurma ağacının gövdəsinə söykənərək Məryəm xanım, salamullah aleyha, xurma ağacının gövdəsinə söykənərək İsa aleyhissalamı dünyaya gətirir. Əgər siz Kəbə evində aleyhissalamın doğulmağını irad bildirirsinizsə və qeyd edirsinizsə ki, Kəbə evi doğum evi deyil, onda mən sizə sual verərəm ki, Allahın seçdiyi bəşərin ən üstün qadınlarından biri olan Məryəm xanım salamullah aleyhanın xurma ağacının söykənərək açıq cəmiyyətdə İsa aleyhissalamı dünyaya gətirməyi ora doğum evidirmi? Yəni xurma ağacının dibi ki, Allah orada ona əmr edir ki, orada dünyaya gətir. Deməli, məsələ burada öz fikirlərimiz üzərində qurulmalı deyil. Allah subhanahu wa ta'alanın təyin etdiyi, vacib buyurduğu əmrlər vardır ki, biz bunları bilməli, itayət və ibadət etməli olacağımız kəsləri seçib və qərar verməliyik ki, bizim ibadət edəcəyimiz yalnız və yalnız uca olan Allahdır. Zəhmət olmasa, mənə birinci növbədə Sibdin Əl-Cavzə, Fatimə bint Əsəd Ali əleyhissalamın Kəbə evində dünyaya gətirməsini öz kitabında, Təzkirətul Xavas kitabında səhifə onda qeyd edir ki, nəql edilmişdir ki, Fatimə bint Əsəd Aliyyə hamilə olan halda Kəbəni təvaf edirmiş. Yəni, heç kim onu göndərməyib get Kəbə evində Əli əleyhissalamı dünyaya gətir. Nəqilləri əsaslandıraraq danışmaq lazımdır. Deyir ki, Kəbəni təvaf edirmiş. Bu zaman doğuş başlanmış. Elə bu an Kəbənin qapısı onun üzərinə açılmış və Fatimə bint Əsəd Kəbəyə girərək uşağı orada dünyaya gətirmişdir. Bu sizin mənbələrinizdə keçir. İkinci olaraq bildirmək istəyirəm ki, tək-tək mənbələrin ikisini qeyd edəcəm, çox mənbə qeyd edə bilərəm.
Hələbi Əş-Şafii böyük Şafii alimlərindən, Əhl-i Sünnə alimlərindən biridir. Ali ibn Əbu Talibin Kəbaya dünyaya gəlmişdir adlı bir deməli Əs-Siratul Hələbiyyə kitabında cildi səhifə 485-də Peyğəmbərin dünyaya gəldiyi 30-cu ildə Ali ibn Əbu Talib aleyhissalam Kəbədə dünyaya gəlmişdir, qeyd edir öz kitabında. Hər birini ərəbcə bilirsiniz siz? Yox, ərəbcə bilmirəm. Ərəbcə bilsəz hər birinin mətnlərində qoya bilərəm ekrana. Yox, əgər belə bilmirsiniz, son da Azərbaycan dilində oxuyuram. Yəni ərəbcə mən bilirəm. O dəlilləri mənim səhifəmə baxarsan, atarsan, baxarıq. Qardaş, üzr istəyirəm, üzr istəyirəm. Mən hal-hazırda burada indi sizə sual verirəm ki, yəni bu dəlillərə birbaşa cavab verə bilmirsiniz onda. Çünki siz ərəbcə bilmirsiniz və mətnləri qoymağıma ehtiyac yoxdur onda. Yox. Mənim bu Okay. cavabım. Tamam. 5 dəqiqəmiz tamam oldu. 5 dəqiqə. O son sualımı verin, mikrofonu bağlayıram və dinləyəcəm sizi. 5 5 dəqiqəm zamanın haqqına girdim, üzr istəyirəm. Zaman öz haqqım mənə Allah Zaman haqqına girmirsən, mənim haqqıma girirsən. Yox, mən vaxt istəmişdim və buna görə də əvvəla sizdən üzr istəyirəm. Onlar sözün üstə dayanasan. Üzr istəyirəm, sualımı təqdim edib təhvil alın tam, çünki yarımçıq qalmasın da. Mənim sualım budur ki, Allah Rəsulü Subhanahu üzr istəyirəm. Mən sual verənmərə. Axı sənin 5 dəqiqən tamam olub axı, ona görə deyirəm. Tamam deyil, sual verim. Eybi yox. Ne olar ki burada? Yəni bir sual təqdim edeyim ki, haqqa çataq da. Yəni burada biz Allah üçün danışırıq, nəfsimizə görə danışmayaq. Baxın, haqqa çatmaqdan ötürü birinci yerə ədaləti ortaya qoyasan ki, tamam, sustum və bu ana qədər danışdıqlarıma cavab verin, kifayət eləyər. Buyurun. Aha. Birinci, siz mənə deyirsiniz ki, hər bir şeyin dəlili olmalıdır. Bəli, elə zaten biz elə bununla yaşayırıq. Yəni dəlilsiz İnsan öz həyatına dəlilsiz nə Qur'an ayəti, nə də bir hədis sala bilməz. O əgər ibadət edirsə, mütləq olaraq onun həyatında dəlilə dayanacaq bir söz və əməl, niyyət olmalıdır ki, Allah bunu qəbul etsin. Dəlil, Allah Subhanahu Taala Məryəm anamızı doğum vaxtı oradan çıxardır və deyir ki, oradan çıx. Oradan çıx, çünki sən İsa Aleyhisselamı doğacaqsan. Və gəlir xurma ağacın yanına və orada doğur. Mən sizə bir sual verəcəm. Məryəm anamızın olduğu məbəd nə idi? Qiblə idi. Məndən cavab tələb edirsiniz. Bir dənə Siz məndən əvvəla sual verməzdən öncə, siz birinci növbədə bunu qeyd eləyin görək, Kəbə evindən Məryəm anamıza çıxmağı, salamullah əleyhaya çıxmağı əmr edən Allah. Ki deyirsiniz, əmr etdi ki, Allah çıx oradan. Bunun dəlili haradadır? Allah subhanahu wa ta'ala Məryəm xanımı, salamullah əleyhanı, Kəbə evindən sən buradan çıx, sən İsa ibn Məryəmi, İsa aleyhissalamı burada dünyaya gətirə bilməzsən, Allah harada dedi? Birinci bunu göstərir. Birinci. Bəli, buyurun. Biz bilirik ki, bir məsələ keçid alarkən Quran və sünnətlə yola çıxırıq biz. Siz amma bayaq Ağa bəylə danışdıqda ancaq öz nəfsinizə görə danışdınız. Bir dənə Quran və sünnədən isbat gətirmədiniz, qardaş. Necə bəyəm? Siz deyirdiniz, ay hörmətsizlikdir, mən öz arvadımı aparmaram, sən öz arvadımı aparmarsın. Qardaş, dində belə şey var, əziz qardaşım. Baxın, gəlin belə eləyək də birimiz eşidək. Bəli, buyurun, dinləyirəm. Biz ümumi olaraq bir məsələyə cavab verərkən, Quran və sünnətdən ona cavab veririk. Ümumi olaraq Məryəm anamızın məbəddən çıxmasını Allah istədi, yoxsa necə? Qardaş, bu dediyinizi isbatlayın ki, birinci istədi. Mən də deyirəm ki, siz Məryəm surəsinin təfsirlərinə baxın. Bir də nisbat gətirin də, qardaş, mən gətirdim, mənbələr saydım sizə. Bax, Qurtubini qəbul edirsiniz. Qardaş, gətirin də bir dənə zəhmət olmasa dəqiq mənbə deyin. Mənim əlimdə yoxdur, bu məhsul olan bir şeydir. Siz məndən bilsiniz nə istəyirsiniz? Qardaş, Qurtubi deyirsiniz, bax siz Qurtubidən sizə sənəd gətirərəm. Vallahi billahi tüpürærsiniz o kitaba siz. Siz bu günləri İbn Kəsir isnad edirsiniz. Mövzudan kənara inşallah çıxmayaq. Yox, elə mövzu üzərindən sənəd gətirərəm, bilirsiniz. Mövzudan kənara çıxmayaq inşallah. Baxın, mən deyirəm ki, siz Qurtubini, bax şəxsən, Qurtub Azərbaycan dilinə tərcümə olunub, oxumusunuz onu?
Türk dilində var, Türk dilində. Ha, bir dənə zəhmət olmasa, bax yanınızda övladınız var, düzdür sizin. Allah canın salamat eləsin, ömrün bərəkətli uzun eləsin. Siz adətən mən sizin canlılarınıza görmüşəm ki, siz bir şey lazım olduqda övladınıza deyirsiniz və dərhal sizə kömək eləyir. Yanınızdakı övladınız da bayaq səhv eləmirəmsə, məni aşağıdan səssiz atıblar sizin profilinizdən. Xahiş edirəm, dərhal mən gözləyirəm, mənim vaxtım çoxdur. Bildirin, bir dənə istinad gətirin mənə. Biz bu mövzuya necə ki sən gələcəksən, bizim təkrar olacaq mövzumuz olacaq. Niyə Çünki buradayıq və siz danışaq də da mənə- qardaş? Yox, siz də mənə ən-sünnətdən gətirdiyinizi gətirməlisiniz. Mənim böyüdüyüm kameramatını tək göstərim qardaş. Mən Mən onun sənətinə baxmalıyam. Zəifdirmi? Doğrudumu? Əhl-i sünnədə bir hədisin zəif və doğru olduğunu necə isbat edirsiniz? Məsəl üçün bir dənə sizdə üzr istəyirəm. Bu bəy xahiş edirəm. Çox üzr istəyirəm də Allah üçün nə olar? Mən istəyirəm ki burada Yox, siz deyirsiniz ki, mən onun zəifliyinə doğruluğuna mən baxadım. vaxt verdim, danışdın. Əla. Suallarımın hansına cavab verdiniz qardaş? Amma mən danışa bilmirəm. Aydındır. Buyurun, dinləyirəm və Allah üçün dinləyən 80 nəfər var. Suallarımı təqdim eləmişəm. Cavablayın. Buyurun qardaş. Birinci, bunu deyim ki, Quran və sünnətdə Məryəm anamızın məbəddən çıxmasını Allah Subhanahu taala istəyir. Bunu sizə mən gətirəcəm inşallah. Oldu mu? Allah üçün indi isbat eləyin. Bəqərə 111. Mütəal uca Allah, xaliq olan Allah deyir, dəlilimiz var, gətirin bəy. Mən dinləyirəm sizi, zəhmət olsun dəlil gətirin. Əzizim, gəlin belə eləyək də, məndə telefondadır bu. Girməliyəm o buradan çıxmalıyam, girməliyəm Təbəriyə, İbn Kəsirə. Mən oradan ona baxmalıyam, sizə göstərmək üçün baxıb çıxartmalıyam. Əhl-i sünnənin İbn Kəsirdir, Qurtubidir. Məndə bütün müfəssir sizin təfsirlərinizin hamısı məndə mövcuddur. Mənbəsi nəyin açın baxın. Yenə deyirəm, onda sən onu aç, Məryəm surəsini başdan ayağa oxuyaq. Buyur. Yox, Məryəm surəsi konkret neçənci ayəyə baxaq, deyin baxaq. Yox, Məryəm surəsinin bax şu ümumi olaraq həyatına baxın. Orada xurma ağacına kimi gələnə kim bax oradan baxaq inşallah. Baxın qardaş, əvvəla siz danışdığınız birinci problem bir. Elmi müstəvidə danışıq deyil. Niyə? Çünki bu günlərim sizin danışdığınız kəs, yəni mən əhl-i şiəyəm. Siz əgər ki bir məsələdə isbat gətirmək istəyirsinizsə, əvvəla bunu qeyd edeyim ki, siz isbatı, dəlili mənim mənbələrimdən gətirməlisiniz. Bu bir. İkinci olaraq, üzr istəyirəm. İkinci olaraq, qardaş, donduz. İkinci olaraq, bu günlərim öz mənbəvinizdən mənə dəlil gətirə bilmərsiniz. Mən bunu qəbul etməyə də bilərəm. Amma o ki, qəbul edirəm. Mən öz əqidəmi təmsilçisiyəm mən. Aydındır. Etmirsən etmə. Mənim öz inancım var. Yox, bəli, bizə görə zaten sizlə biz ayrı dinlərdənik. Bizlə siz ayrı dinlərdəyik. Mən şiə deyiləm ki, şiə inancında olan və bunları siz gətirəm. Amma belə də sizin kitablara da baxaram inşallah. Görərəm, varsa təqdim eləyərəm sizə. Problem deyil. Mən sizə bir söz deyim. Siz bəyəqları bir söz dediniz Məryəm haqqında. Dediniz ki, Məryəm xanım, salamullah əleyha, bildirin bunu zəhmət olmasa. Çünki Quranda Allah deyir ki, bəşəriyyətin ən üstün qadınlarından biridir. Məryəm desək problemdir. Bəli, əlbəttə ki, Allah subhanahu wa ta'ala onu tərif edib. Siz necə onu tərif etməyirsiniz? Bildim. Əgər mən Məryəm deyirəmsə, bunu Quran və sünnətdən gətir mənə görüm ki, mən bunu Məryəm deyirəmsə və yaxud da Əli aleyhissalam demirəmsə, bunun bir problemi varmı? Mənə bir ayət gətir, buyur. Əvvəla birinci növbədə mövzudan mövzuya keçid eləməyək, amma sizin bu sualımıza cavab olaraq bunu ispat. Cavab verirəm ki, cavab verirəm sualımıza. Bu zədəldir, bu alınmaz. Sən mənə irad tutduğunda, mənə Qurandan dəlil gətir ki, və yaxud sünnətdən dəlil gətir ki, Məryəmə aleyhissalam deməsən mədəniyyətsizlikdir, hörmətsizlikdir. Buyurun. Bax qardaş, əvvəla biz ona mən sənə əl çəkəm deyirəm. Əl çəkməm. Siz tamam, bax biz əvvəla əleyhissalam demirik. Ərəbcə əleyhissalama əvvəla kişilərə deyirlər, qadınlara demirlər. Biz salamullah əleyha deyirik. Deməmək, əgər nöqsandırsa, problemdirsə deyən insan üçün mənə Quran və sünnətdən dəlil gətir. Buyur. Əhsən. Bax sevdim bunu. Niyə? Çünki bayaqlarım siz Ağamir qardaşla danışdıqda necə ki bildirirdiniz qardaş. Xahiş edirəm, mövzuya sizə dəlil istəyirəm. Cavab verirəm də qardaş, xahiş edirəm, dinləyin. Allah üçün dinləyin. Danışma. Sən mənə dəlildən danış, lütfən. Allah üçün dinləyin.
Siz bayaq Ağamir bəylə danışdıqda o kəsə ki bildirdiniz, qardaş, siz, biz, hansımızsa... Mənə dəlil gətir də, nə olar? Xahiş Qardaş, edirəm. Allah üçün dinləyin. Yox, mən sən dinləyəcəm, amma dəlili dinləmək üçün dinləyəcəm. Mövzudan qıraq çıxma. Baxın, Mən Məryəm dediyim, Gəlin belə, Məryəm dediyim, mən siz kamerada mənə açıram, dediniz mən ki, kamerada açıram. Gəlin belə söhbəti danışın. yox, bizə dəqiqə. Gəlin, Mənə Allah- dəlil gətir Qurandan və sünnətdən ki, Məryəm deməyimdə xəta var, buyur. Baxın, Məryəm deməyinizdə xətanın birinci növbədə budur. Allah subhanahu wa ta'ala Qurani Kərimdə Məryəm xanım sallallahu aleyhanı tərif və təzim edibmi, etməyibmi? Edib, mənim Məryəm deməyimə aid bir dənə hədis gətir ki, Məryəmi salamlamalısan, xanım deməlisən, bunun əksini gətir mənə. Mən hədis gətirsəm, siz o kitabı açıb baxa bilmirsiniz. Əlinizdə bir mənbə Qardaş, yoxdur. ünvanı denə yazacam mən. Ünvanı denə, mən sənə bu qayda alıram, bax bunu qayda alıram. Mənə Quran və sünnətdən dəlil gətir ki, boş Məryəm sözünü demək xətalıdır. Buyurun. Qaydı mən atasısınız. Necə? 107 nəfərin içində söz verirsiniz, mən canlıya Mən qoşulduğum bura qoyacam. Yox, mən mən bura atasısınız. qoyacam. Kəsmədən tam qaydı mən atasısınız. Bəli. Onda üzr istəyirəm, haqlı olsun deyə mən də qayda açım. Onlar icazə verirsiniz. Aç da buyur. Tamam, bir dəqiqə. Kanalıma abone olun. Kanalıma abone ol. Akşamüstü güzel bir müzakere var inşallah. Güzel bir mevzu var. Şia inancında belə bir deyim var ki, Kur'an birinci İmam Əliyə gəlib, Muhammedə gəlməyib. Kur'an birinci Muhammedə gəlməyib, İmam Əliyə gəlib. Allah'ın salamı olsun onlara ve onun ailəsinə. İnşallah akşamüstü saat 9'da kanalıma abone olun inşallah. Şia inancında belə bir deyim var. Şia hədislərində belə bir deyim var. Deyirlər ki, Kur'an birinci İmam Əliyə gəlib. Muhammedə sonra gəldi. Hədislərin təqdim eləyəcəm bunları inşallah. Akşamüstü müzakirə olur. Buyurun. Baxın, bir. Qayda açdım və başlayaq. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və salatu və salamu alə seyyidina Muhammedin və alihi tahirin. Qardaş, əvvəla Quran-ı Kərimdə Əl İmran surəsinin 42-ci ayəsini oxuya bilərsiniz. Səsli formada hər kəs dinləsin zəhmət olmasa. Səndə var orada? Yox, açıq Quran yoxdur yanımda. Səsli formada Əl İmran surəsinin 42-ci ayəsini oxuyun. Aha, oxuyaq inşallah. Bundan əlavə sizə onu oxuduğunuz ana qədər gözləyəcəm, oxuyanda susacam. Quran-ı Kərimdə Məryəm surəsi varmıdır? Bəli. Əhsən. İndi Əl İmran 42-ni oxuyun, Məryəm surəsini nəyə görə soruşduğumu da siz izah eləyəcəm. Ali İmran surəsi? Əl İmran surəsi 42-ci ayə, zəhmət olun. Mövzudan kənara səni qoymayacam gedəsən ha. Yəni ki sən bil ki Qardaş, xətrimdə dəyməsin. Mən sizlə, zaten mən sizə sünnədən, yəni hədis, mühəddis külliyyatından isbat gətirsəm belə, siz hal-hazırda nə ona baxa bilirsiniz, nə ərəbcə bilirsiniz, nə də başqa bir şey. Yəni bu... Qardaşım, sən bir söz demisən, mənə irad tutmusan ki, Məryəm sözü demək xətalıdır. Buna mənə Qur'an və sünnətdən dəlil gətir ki, mən Məryəm surəsini... Ali İmran 42. Aha, 42-ni oxu. Səsli formada möhkəmdən oxuyun ki, dinləyək Allah üçün. Bismillahirrahmanirrahim və o zaman ki mələklər dedilər: Ey Məryəm, həqiqətən Allah səni seçib, paçlaşdırıb və mörtəzəni oxumuram. Aləmdən Mörtəzəni oxumuyor. Aləmlərin üstün qadınıdır. bütün qadınlardan Əhsən. Aha. Allah subhanahu wa ta'ala Quran-ı Nə Kərimdə yükləyəcəksən? Bu ayətin içinə yükləmə etnə. Heç nə yükləmə. mən İbn Kəsirdən, Qurtubidən sizə isbat gətirirəm ki, İbn Kəsirdə Məryəm surəsi, Əl İmran surəsinin 42-ci ayəsinin təfsirində İbn Kəsir qeyd eləyir ki, Aha. Məryəm xanım salamullahi aleyhanı Allah subhanahu wa ta'ala seçdi və paş etdi. Kim, Və Məryəm kim Allah bunu inkar edir ki? Mən Bir bunu də- inkar etdim. Bax, bir bax, də- müntəzinə səndə, sən burada. müntəzirdir. Ha, müntəzir. Bax, mənə dəlil istəyirəm, qardaşım. Sən məndə irad tutmusan ki, olmaz. Bu irad, xahiş edirəm, Quran və sünnətdən bir dəqiqə vaxtım var. Bir dəqiqə vaxtım var. Bayaqdandan mən 3 dəqiqə deyirəm. Bilsən niyə? İrad tutmusan, sən özümə gül, qardaşım, mənə gülmə. Özümü salmısan problemə sən. İndi problem nə? Quran və sünnətlə çıx. Sən mənə irad tutursan ki, Məryəmə
salam deməlisən, mütləq olaraq xanım deməlisən. Hörmətsizlik eləmişəm mən. Sən Bəli, indi mənə Qur'an və sünnətlə dəlil gətir. Buyur. Bir dəqiqən getdi sənin. Əli İmran surəsi 42-ci ayədə mütəal Allah Məryəm xanımın üstün və ən üstün qadınlardan biri olduğunu Quranda bildirir. Siz Mən əllərimi yuxarı atıram. Qardaş, vaxt vermişsiniz, qoyun danışım da. Əli İmran 42-yə görə. Qardaş, vaxt vermişsiniz, qoyun danışım da. Yox. Mən onu qəbul eləyirəm də. Sən Qəbul mənim. etmirsiniz onu. Mən deyirəm ki, siz onu qəbul etmirsiniz. Sən mənim sözümün xətasını Qur'an və sünnətlə ortalığa çıxar ki, mən ona mütləq olaraq salam verməliyəm. Necə ki, Muhammedə Allahın salamı olsun ona və onun ailəsinə. Ona mütləq olaraq da elə salam vermək vacibdir mənə. Mənə Qur'an və sünnətdən dəlil gətir. Mən Məryəm sözünü dedim. Siz mənə irad tutdunuz ki, Məryəm sözünü deyə bilməzsən salam göndər və yaxud da xanım denə. Mən yana hörmətsizlik etdim. İndi sən mənə, bir dəqiqədə verirəm sənə, sən mənə Qur'an və sünnətdən dəlil gətir. Ay qardaş, Allahın tərif etdiyi, təzim etdiyi, bəşərən üstün Mən də seçdiyi deyirəm. qadına siz necə Məryəm olaraq müraciət eləyə bilərsiniz? Mənim Məryəm deməyimdə bunu bəyənməmək sənə aiddir. Sən bəyənməyə bilərsən. Mənə Allah desin. Onda Əleyhisselamın kəndimizdə doğulmağına hörmətsizlik zənn etməyi siz hesab edə bilərsiniz. Mən səndən sağollaşıram. Niyə? Çünki mənə, bilsən niyə? Çünki özünü pis vəziyyətə qoydun. Bu Ali İmran surəsinin 42-ci ayəsində aləmlərin ən üstün qadınıdır. Tamam, bildik. Amma sən mənə irad tutmusan ki, sən salam deməmisənsə, sən xəta eləyirsən. Bu sənin öz dinindir. Sənə də mi peyğəmbər gəlir sənə? Sən peyğəmbərsənmi? Deyil. Sən, yəni dinimiz tamamlanmayıb, sənin sözünlə din tamamlanıb. Və salam mənə bu ayələrinin için, bax, Allah Quran-ı Kərimdə deyir, 75-ci surənin 19-cu ayəsi, 11-ci surənin 1 və 2-ci ayəsi. Təfsiri, adın deyin bəy, adın deyin. Təfsiri Allah edəcək. Sən bir ayət mənə göstərirsən, öz beynində mötəzə atırsan, məni sıxmaqdan ötürü, publikanın içərisində özümü qaldırmaqdan ötürü, özümü tərifləmək istəyirsən. Mən Məryəm deyirəm. Məryəm sözünün deməsində bir işğal, şəriətdən bir dəlil gətir ki, mən boş olaraq Məryəm sözünü deyə bilmərəm. Bax, 5 dəqiqədir səni gözləyirəm mən. Davab. Səni gözləyirəm mən. Buyur. Davab. Baxın qardaş, bu Bir cümlə. dəqiqədə verdim sənə. Bax, bayaqdan hədiyyələr gəlir, sənin xəbərin yoxdur. Bir dəqiqədə verdim sənə. Buyur. Qardaş, əvvəla bizə yox, sizin özünüzə vaxtı verən Allahdır. Allah həmd olsun. Birincisi, bu günləri namaz qıldıqda imamın şortiklə dizdən aşağı şortiklə piş namaz dayanmağında bir işğal yoxdur şəri cəhətdən. Amma əxlaqi cəhətdən olmaz. Eynən də Əli İmran 42-yə görə siz əxlaqi cəhətdən Məryəm salamullah əleyhanın adını çəkdikdə ona adi küçə qadınları kimi Məryəm deyə bilmərsiniz. Siz onu dedikdə onun Allahın seçdiyi qadın olduğunu bildirməlisiniz. Sən burada tərbiyəsizlik elədin. Sən burada tərbiyəsizlik elədin. Çünki bir xanımın adını çəkmək tərbiyəsizlik deyil. Budur sənin dinin. Mən onu demirəm ki zaten. Yox, sən bunu deyirsən. Küçədə mən əgər bir xanımın adını çəkmək ki, məsəl üçün Səkinə və yaxud da ki Məryəm və yaxud da ki Fatimə və yaxud da ki Ayşə, bu hörmətsizlikdir. Bu küçə sözüdür bu. Hey, baxın deyirəm ki, bizim analarımıza, bacılarımıza bizim adımızla çağırırlar. Özlərinin adıyla çağırırlar. Bizim analarımıza, bacılarımıza hörmətsizlik edirlər. Bu nə dindir yaşayırsınız? Qardaş, bu nə dindir? Niyə bu dindəsiz siz? Niyə bu Ali İmran surəsinin 42-ci ayətinin içərisini öz beyninin məhsuluyla doldurursan? Sən istədin ki, mənə brasok atasan, amma özün düşdün brasoka. Aydındır. Mən sizin kimlərini 27 ildir tanıyıram. Aydındır. Nəfsinə görə danışana Allah lənət eləsin. Xeyr. Nəfsinə görə sən danışırsan. Deyirsən ki, özümü deyirəm, deyil. Özümü deyirəm. Mən bir dəqiqəmdə keçdi, mən sənə hörmət eləmirəm. Çünki sən... Mən hörmət eləmirsən? Yox, mən sənə hörmət eləmirəm. Çünki sən əgər bir nəfəri küçədə hansısa bir insanın adıyla çağırarıqsa, bu küçədə hörmətsizlik deyil. Bu dində belə bir şey yoxdur.
Quran və sünnətdə dəlil gətirə bilmədi bu insan. Quran və sünnətdə dəlil gətirə bilmədi bu insan. Mənə deyir ki, Məryəm dediyinə görə hörmətsizlik eləmisən. Məryəm surəsi var. Sən deyəndə Məryəm surəsini öz şiələrimizin arasında deyəndə Məryəm surəsini aç. Burada Allah Məryəmə hörmətsizlik eləyib. Məryəm keçir. Bax burada surənin başı var burada. 19-cu surə. Allah İsa'nın anasına hörmətsizlik eləyib onda. Məryəm sözü var burada. Məryəm. Nə qabağında aleyhissalam var, nə xanım var. Allah onda hörmətsizlik eləyib buna. Küçədə olan bir xanıma yanaşdığı kimi bu Məryəmə yanaşıb onda. Bu nə şiəlikdir? Sizin dininiz din olsaydı, dəlili sən mənə Qur'andan və Peyğəmbərin həyatından gətirərdin. Aydındır? Sənin görürəm ki, sən mənəm Ali İmran surəsinin 42-ci ayətini açmışsan, aləmlərin üstün qaldığıdır. Bunu inkar eləyən yoxdur. Sən mənə deyirsən ki, sən ona Məryəm dediyinə görə mən küçə sözün demişəm ona. Allahdan qorx da. Bir insanın adını deyəndə, sənin anavın, mənim anamın adını çəkəndə, atamız, mənim atam, sənin atan, sənin anavın adını çəkəndə, mənim atam öz arvadının adını çəkəndə hörmətsizlik eləyir, öz arvadına qarşı hörmətsizlik eləyir. Muhammed, Allahın salamı olsun ona və onun ailəsinə, öz arvadlarını adıyla çağırırdı. Subhanallah, ilə iləhlə. Hörmətsizlik eləyib. Bu nə dindir siz yaşayırsınız siz? Axı, salam aleyküm. Biraz səbirli o, qardaş. Yo, yəni adam. Həqiqətən də cahildir bu insan. Axı, gör nə deyirəm. Həqiqətən də cahildir. Və Məryəm anamız, qardaşım, Məryəm anamızın həyatında bir hadisə gördük biz. Hadisə nədən ibarətdir? Şiə inancına görə İmam Əli Məkkənin içində doğub və deyir, utanmaz olaraq da deyirlər ki, Allahın istəyidir, Allahın əmridir. Allah şiə kitablarını keçirmiş ki, Allah öz qapısını, Kəbə qapısını açıb ki, gir İmam Əli, gir bütlərin yanında doğ. Gir. Axı, gör nə deyirəm, Elçin, səbirli ol. Axı, bax, qardaş, TikTok qaydasına görə biraz aqressiv olma, eşidirsən, qaydaları deyirəm sənə. TikTok qaydasına görə. Eşidirsən, canlın getməsin. Aqressiv olma, bir də əldən hərəkət eləmə belə, əldən qoldan. Eşidirsən, danışaraq. Biraz sərbəst ol, aqressiv olma. Bilirəm, mən səni başa düşürəm. Yəni ki, digər məsələyə, doğuş məsələsinə gələndirsə, yəni şiə əqidəsinə görə, yəni imamlar bizim kimi doğulanda məsələn yerə nəcasət, qan falan belə şeylər tökülməyibdi. Ki ona görə bunlar nisbət edirlər ki, Kəbədə doğulub. Başa düşdünmü? Sən onu onlara sübut edə bilməsən. Yəni bu əqidədə 12 imamın doğuşu başqa cürdür. Bizim kimi deyil. Bu bir. Bildim, onun anası da, axı İmam Əlinin anası da imam olmayıb ki, onu... İndi doğulu şeylərdir da, qardaş. Bəs bunlarda hədis var axı, imamlar deyir, sağ tərəfdən doğulub deyir. Yəni bizim kimi deyil. Bu bir. Bunu onlara ispat edə bilmərsən. İkincisi də ki, qardaş, bu kişi deyir ki, yəni Əl İmran surəsindən Məryəm anamızın, yəni aləmlərin ən üstün oldu, qadınları olduğunu yəni ayəsini oxutdu. Çox gözəl, qəşəng. Yəni biz buna etiqad eləyirik, iman gətiririk ki, qiyamətə kimi Məryəm ana, yəni qadınların ən üstünüdür. Bunlar Allahın o kəlamına, sözünə baxmayaraq bunu da qəbul eləmirlər. Çünki bunlar deyirlər ki, Fatimə bacımızdır qadınların ən üstünü. Yəni o ayəni də inkar edirlər. Qardaş, gətirməyinə baxma. Yəni bunun müzakirələri gedibdi, biz görmüşük bunu hamısını. Sən heç o hədisdə keçirir, Xədicə də 4 dənə qadın var ki, aləmlərin ən üstünüdür. Xədicəyə bunlar güya hörmət eləyirlər güya. Türk, bir dənə çıx da bura, ay Türk. Güya Xədicəyə hörmət eləyirlər. Fatiməni.
Əhl-i Beytdən görürlər. Onu doğan Xədicəni isə Əhl-i Beytdən görmürlər. Budur bunların Subhanallah, aləmlərin ədalətsizlikdir da. aləmlərin ən üstün olacaq qadını əgər Xədicə olsaydı, elə onu Əhl-i Beytdən sayardılar da. Deyirlər ki, Peyğəmbərin arvadları Əhl-i Beytdən deyil. Budur onların üstünlüyü. Türk abi, salam aleyküm. Selamun aleyküm rahmetullah. Aleyküm. Çox sağ ol. Səhər hamıma yapmışam. Axı, buyur. Əlavələr ver. Öyle bir nəfər gözləyirdim, ona görə də durdum ki, görüm neyin üstüz vəziyyət. Bunlar nasıl məsuliyət edir? Mövzu budur ki, birinci mən mövzu heç bu değildi, prosto gəldi, bura çıxdı. Həmişə belə şeylər olur da. Amma axşamüstü olacaq inşallah. Qoy bu axşamki mövzunu deyim. İndi hansı mövzu olmuşdu, onu da deyəcəm inşallah. Deməli, axşamüstü mövzu olacaq. Quran-ı Kərim birinci İmam Əliyə nazil olub. Muhammedə nazil olmayıb. Allahın salamı olsun onlara və onların ailəsinə. Axşamüstü saat 9-da bu olacaq. Yəni hamı abunə olsunlar ki, canlı yayım açanda onlara gəlsin. Deməli, Türk abi, mövzu buydu. Şiə inancına görə Kəbənin qapıları açılır və İmam Əlinin anasına vəh olunur ki, Subhanallah, İmam Əlinin anasına vəh olunur. Vəh olunur ki, gəgir, doğursan, bu bütlərin yanında doğursan, gəl Kəbənin içində doğ. Və mən də deyirəm ki, bu Qur'anla, məntiqlə yox ha, məntiqi mən istifadə etmirəm. Məntiq sonranın işidir, gücləndirməkdən ötürü. Mən bunlara bir misal verdim ki, biz öz ana bacılarımızı məsciddə doğmaq üçün icazə verər, məscid imamı icazə verər bunu və yaxud da biz icazə verərik. Dedilər, yox, olmaz. Ay, lap gözəl. Mən dedim, bunun dəlili var ki, Allah razı olsun əxir. Bunun dəlili var ki, Məryəm anamızın, Məryəmin həyatında buna oxşar bir dəlil olur. Türk abi, Məryəm məbəddə olarkən o məbədin qırağında qalır da, ora Qüdsdür, yoxsa yox? Hə, Quds şəhəri idi. O dövrdə deməli Yahudilər qoymurdular ki, qadınlar ümumiyyətlə ora girsinlər. Qadınları onlar aşağılıq sayırdılar. Allah da əmr etdi ki, get onlarda namaz qılanlarla, rükû edənlərlə və səcdə edənlərlə birlikdə et. Bunu Allah Teala Quds, yəni Quds məscidi idi, Süleyman məbədi idi. Və Allah da deyir ki, orada biz onu deyir aləmlərin qadınlarından üstün etdik. Yəni bu da Quran ayəsidir, aləmlərin qadınlarından üstün. Kimsə desə ki, o dövrünün qadını, o elə deyil. Orada yazır ki, biz onu aləmlərin qadınından üstün etdik və bu da bərkidir. O ki, qaldı o doğum məsələsinə. Əgər Kəbədə doğulmaq ən fəzilətli bir əməl olsaydı, Allahın Rəsulu orada doğulardı. Birinci. Çünki ən fəzilətli əməl olsaydı. İkinci isə Fatimə, onun anası, yəni Əlinin anası Fatimə, o dövrdə bütpərəst idi. Ona necə vəh gəlirdi? Yəni bunlar ikinci birini qabağa çıxartmaq lazımdır, vəhyin gəlməsini. Desələr ki, Məryəmə vəhy etdik və yaxud da Asiyə adına da Musanın anasına vəhy etdik, İlham vəhiyle, orada qəlbinə damızdırırdı. Amma bunlarda elə deyildi. Bunlarda deyir ki, birbaşa vəh gəldi ki, və açıldı və girdi orada doğdu onu. Və doğandan da sonra onu qucağına ilk götürən Muhammed Peyğəmbər oldu. Bunları belə gətirirlər. Deməli, Türk qardaş, Türk qardaşın da kanalına abunə olun. Türk qardaş da yəni gözəl qardaşdır. Və yaxşı qardaş da vardı, onun da kanalına abunə olun. Deməli, axı burada bir söz demək istəyirəm sənə mən. Deməli, Qüdsdür. Yəni Qüdsdə Allah Subhanahu taala onu, bu bizim kitablarda vardı, təfsirlərdə var ki, Məryəmə əmr olunur ki, oranı tərk elə. Oranı tərk elə, get. İsa Aleyhisselam dünyaya gələcək. Get orada İsa Aleyhisselamı dünyaya gətirmək üçün doğ. Xurma ağacının altında. Ağacın altında. Xurma ağacının altında. Bəli. Biz gördük ki, Allah Subhanahu taala müsəlmanların hətta qibləsi olur da bir müddət olaraq. Necə ki,
Bəqərə surəsinin 144-cü ayəsində Allah peyğəmbər göyə baxır və dua edir ki, ya Rəbbi Kəbəni qibləgah et. Ta ki qibləgah Kəbə olmayana qədər haraydı? Bizim qibləmiz, müsəlmanların qibləsi Qüds idi. Allah Subhanahu taala'dan belə deyək də dəlilləri buradan ala bilirik biz. Yəni Allahın kitabında bu mövzuya baş vursaq ki, həqiqətən də Allah Subhanahu taala bir xanıma deyə bilərmi ki, gir mənim evimdə doğ. Mənim evimdə doğ. Deyə bilərmi? Deyə bilməz. Niyə deyə bilməz? Biz deyə bilməzi hardan götürürük? Quran-ı Kərimdən, Məryəm anamızın həyatından, Məryəmin həyatından dəlil olaraq təqdim edə bilirik ki, bəli, bu dəlil var ki, oradakı Allah heç vaxt İmam Əlinin anasına deməz ki, Kəbənin qapısını açıram, gəl bu bütlərin yanında doğ və öz belə deyək də nəcisimi tök ora. Yəni bu barədə mövzu. Bizim hədis kitablarında keçir ki, İmam Əli anası doğarkən Kəbə örtüyünün altında doğur. Amma Kəbənin içərisində doğmur. Oxumusan axı bunu? Yox, Kəbə yaxınlığında var, amma örtüyü bilmirəm. Hə, orada örtük var, örtüktür. Axı sən, yəni ki, bu var. Sonra bir nəfər var idi, adı nə idi onun qızın? Mənlə danışan. Biri var, mənə deyir ki, sən Məryəmə niyə Məryəm deyirsən ki, söhbətə bax. Bu başqa mövzu, bu patxot deyib, sən vurub, yıxmaq, alçatmaq, o patxotları çoxdan bilirdik. Mən nə deyək ki, Məryəm ana deyirik də. Yox, ilab mən ona Məryəm deyirəm. Məryəm deməyimdə. Məryəm deməyimdə. Quran və sünnətlə bir haramlığı varmı? Bir günahlığı varmı? Müntəzir. Müntəzir buradaydı. Bilmirəm kimdir o. Müntəzir, hə də o bu şeyin biridir, yalancı, nə bilim qışqırıb bağıran, yalandan. Həqiqətən də o elə yalancıdır. Deməli 5 dəqiqə məndən vaxt istəyib, 5 dəqiqə vermişəm, deyir qoy biraz danışım da. Mən hələ bunun ədalətini yoxlayıram ki, görüm bu mənim haqqıma girir axı. Demədi ki, haqqımı halal et. Mən bəs 5 dəqiqə demişdim. Dirənib ki, qoy biraz danışım da. Elə bilsən nətər insanları biraz qabağa buraxırsan ki, görün bu islah etməyə mi gəlib, yoxsa burada öz aləmində rüsvay etməyə gəlib. Özü rüsvay oldu, həm də olsun Allaha çıxdı, getdi. Buyur axı, bu barədə sənin fikirlərin mənim üçün maraqlıdır. Yox, Məryəm ana belə götürəndə Allah Taala Quran-ı Kərimdə ona İmranın qızı Məryəm deyə müraciət edir. İmranın qızı Məryəm. Biz indi hər bir məsəl üçün fəzilətli bir insana əgər ana desək və yaxud da ki İmranın qızı Məryəm desək, bu bizə təhqir olmur ona qarşı. Sadəcə olaraq yaxşı olar ki, elə biz də elə İsa necə ki Allah deyir İmranın qızı Məryəm və yaxud da ki adı nədir? Məryəm ana desək daha yaxşı olar. O ki qaldı ki, o Məryəm ananın Zəkəriyə verilməsi, Peyğəmbərin onu böyütməsi fidan kimi, Qüdsdə insanlarla birlikdə namaz qıldırması, çünki İmran ailəsindəndir və sonra Allahın ona çəkil deyir, bir tərəfə çəkilməsi və sonra ona xurmanın altında doğulanda yenə də biz ona dedik ki, deyir, qorxma, yəni vəh gəlməsi, orada doğub uşaq uzağında təzədən Qüdsə gətirilməsi, bu Quranla olub, adı nədir, sabit olan bir şeydir. Bunun adı nədir? Əksinə bir adam gətirib desə ki, güya ki, bir kəsin fəziləti o Kəbənin içində doğulmaqla daha üstün olarsa, bunlar elə gətirirlər ki, görsən, hətta bunları mən oxumuşam, kitablarında gətirirlər ki, Əli fəzilətlidir ki, Allah ona qoymadı Məryəmi orada doğulsun, İsa'dan fəzilətli. Allah buna qoydu. Buna bizə qərinə gətirməsin. 100 bir dənə möhkəm bir şey gətirməsin. Necə ki, Quran ayəsi kimi. Sənin o uydurma hədislərini mən qəbul eləmirəm. Yox, əgər desən ki, bu müntəzir kimlər ki, biz məsumun sözünü götürürük,
dilindən gətirilməlidir. Öyle bir şey yoxdur. Yəni özü desin ki, məni anam filan yerdə doğdu. Belə bir şey yoxdur. Yəni özündən birbaşa alimlərin gətirdiyi yox. Əgər elə olsa, məsələn, Həzrəti Əli özü deyir ki, Xeybər günü Allah Rəsulu siğəni qadağan etdi. Düzdür? Niyə götürmürsən məsələn birbaşa özündən? Amma bunun haqqında biri öz dilindən olan bir şey yoxdur mən. Sadəcə olaraq sonradan yazılma bir şeylər var. Əgər məsuma itaat edirsənsə və deyirsənsə ki, itaat mütləq məsum olmalıdır, məsumdan gətirməlisən, özə möhkəm bir şey gətirməlisən ki, biz də onu qəbul edək. Öyle bir şey yoxdur. Bir də qardaş, mənə zəng gəldi, qoy cavab verim təzədən girim. Buyur, buyur. Adam gözləyirdim. Buyur qardaşım, buyur. Deməli, yenə bu mövzuyu qaydıram. Axşamüstü çox gözəl bir müzakirə olacaq inşallah. Müzakirə çox mükəmməl olacaq. Mövzunun adı budur. Şiyələr deyir ki, Quran-ı Kərim birinci İmam Əliyə gəlib. Bəli, İmam Əliyə gəlib deyirlər. Sonra isə Muhammedə gəlib. Allahın salamı olsun ona və onun ailəsinə. Və həmçinin Məryəm demək, yenə də deyirəm, Məryəm demək tərbiyəsizlikdirsə, əxlaqsızlıqdırsa, Məryəm surəsi var burada, Məryəm surəsi. Onda Allah öz seçilmiş insanına hörmətsizlik eləyib. Bu, Muhammed deyil ki, bizdən tələb olunsun ki, Muhammedin adı çəkiləndə salavat göndərin. Allahın salamı olsun ona və onun ailəsinə. Məryəm anamız üçün belə bir hədis və ayət yoxdur ki, onun adını çəkərsənsə hörmətsizlik eləyirsən. Deməli, mən mövzunu qoyuram burada. Hacı Şahin və Şeyx Cavid iddia edirlər ki, Quran-ı Kərim birinci Əliyə nazil olub. Qoyuram, baxın, qulaq asın, axşamüstü. Əleyhissalam Allah onun üçün yaratmışdı ki, onun yanında bir təskinlik olsun. O aləmlərin iyini qoxusunu ondan alsın. O körpə idi, anası onu dünyaya gətirəndən Peyğəmbər onu aldı qucağına və day vermədi anasına. Dedi, bu uşaq mənə məxsusdur, mənimdir, mənim canımdır, mən xidmət eləyəcəm buna. Ağuşuna aldı və Peyğəmbərin qucağında şəhadət verdi Peyğəmbərin Peyğəmbərliyinə. Hələ Quran nazil olmamış Müminin surəsini oxudu Peyğəmbərin qucağında. Hələ Quran nazil olmamış Müminin surəsini oxudu Peyğəmbərin qucağında. Hələ Quran nazil olmamış Müminin surəsini oxudu Peyğəmbərin qucağında. Hələm Quran nazil olmamış İmam Əli Müminin surəsini oxudu. Sözə bax, keçirik Cavidə. Şeyx Cavid gör nə deyir? Müzakirə mövzusu bu deyil. Müzakirə mövzusu Həzrət Əli əleyhissalam dünyaya gələndə Müminin surəsinin bir neçə ayəsidir. İndi mən sizdə qirab tuturam. Həzrət Əli əleyhissalam dünyaya gələndə Peyğəmbər idi ya yox? Hələ 10 ildən sonra Peyğəmbər olacaq. Quran nazil olmamış Həzrət Əli əleyhissalam Quran. Quran nazil olmamış. Hədisi də verəcəm inşallah. Bunlar elə belə söz demir. Quran nazil olmamış İmam Əli Müminin surəsini oxumuşdu. Muhammedə birinci Quran gəlməyib. Ey Şiə qidəsi, bilin. Birinci Quran İmam Əliyə nazil olmuşdu. Bunu mən demirəm, Şeyx Cavid deyir, Şeyx Hacı Şahin deyir. İnşallah bunu axşamüstü qoyacağım. Belə bəlkə günorta qoydum. Filmimə baxarsınız Allahın izinə. Ən birinci film elə bu olacaq. Üzərində danışacağım. Kanalıma abunə olun. Buyur Türk qardaşım. Müminin surəsi Mədinə ayələrindəndir. Yəni hətta 7-8-ci yəni şeydə adı nədir? Hicrətin 7-8-ci illərində nazil olub. Hələ Mədinədən köçəndən sonra. Onda heç Quran ilk nazil olanda 2 ay idi. Allah'ın salamı olsun hər kəsə. İqra idi. Sonra isə Müddəssir surəsi gəldi. Yəni Allahın Rəsulu 40 yaşında Quran nazil oldu. Biz birlikdə bunu düzdürmü? İqra surəsi gəldi. Allahın adı ilə oxu. Ondan sonra Allah Rəsulu Müddəssir gələndə qum və ənzir, yəni dur və qorxud ayəsi gələndən sonra cəmaatı yığdı.
Cəmaatı yığandan sonra kim mənə iman gətirər deyəndə evində, əşirətinin içində ya, əşirətin içində hamısı rədd elədi. Əlinin də 7 yaşı var idi. Dedi, əlini qaldırdı, mən 3 dəfə dedi mən. Yəni bu da dəlildir ki, özlərində də var, bizdə də var. Bu da dəlildir ki, ilk dəfə o əşirətinin içində ona iman gətirən 7 yaşında Əli 7 yaşında bilib ki, bu Allahın rəsuludur. Necə ola bilər ki, özlərinə ziddir bu. Öz rəvayətlərinə də bizə də. 7 yaşında dedi, sən Allahın rəsulusan mı? Bəli, deyir, mən deyir. Mən 3 dəfə qalxır. Buyurun, xoş Qardaş, gəldiniz. sizin xoş gördüm. Xoş gününüzə gələk. Sizin bayaq dediyiniz söz haqqında gəldim. Axşam müzakirə eləyəcəksiniz. Quran ən birinci İmam Əliyə gəlib. Mən əhli şiəyəm. Yəni mən belə deyə bilərəm, o pişiyi əhli şiənin adından danışmaq yəni düzgün deyil. Yəni mən ona inanıram ki, yəni mən oxumuşam Quranı, mən ona inanıram ki, birinci Allah Taala'dan Məhəmməd peyğəmbərimizə gəlib ayələr. Məhəmməd peyğəmbərimizin vasitəçiliyi ilə ayələr İmam Əliyə, imamlarımıza və onların sahabələri ilə bütün bəşirətə yayılır. Bəli. Yəni bu bir zəncirdir. Bu Allahın bizə qarşı qoyduğu bir zəncirdir. Peyğəmbərimiz olmasa Allah bizə dini necə tanıdardı, Quran necə tanıdardı? İmamlarımız olmasa Məhəmməd peyğəmbərimiz bütün bəşirətə necə tanıdardı dini? Bəli. Bu siz bunu fərdi olaraq inanmaya bilərsiniz. Bu gözəl bir şeydir. Bu sizin xilasınızdır. Bu sizin Quranla Allah yanında alnı açıq olaraq dayanmağınızdır. Bu gözəl bir şeydir. Amma maalesef Şiə inancında, Şiə əqidəsinin hədislərində və gördüyün kimi Hacı Şahin bu etiqadda olub, Şeyx Cavid bu etiqadda olublar ki, onlar deyirlər ki, Qur'an-ı Kərim Muhammedə nazil olmayıb. Birinci İmam Əliyə gəlib bu. Bunu mən demirəm, bunu iki tanınmış, sevilmiş Şiələr tərəfindən sevilmiş insanlar bunu deyir və bunlar da özündən demir, yaşadığı əqidənin təməldə dayanacaq hədisləri var. O hədisləri oradan götürürlər onlar. Sən inanmamağın super gözəldir. Çünki sən inanacaqsan Qur'ana və bir də Peyğəmbərə. Onun üçün deyirəm, əlbəttə ki, biz buna inanmırıq. Biz müsəlmanlar buna inanmırıq. Maalesef Şiələrin çoxu da həmd olsun Allaha ki, sizin kimi gözəl insanlar buna inanmır. Zaten inanmamaq lazımdır. Sadəcə bax, bunlar din xadimləri çıxıblar, Allahın kitabından bizi uzaqlaşdırmaq istəyirlər. Allahın dinindən sizi uzaqlaşdırmaq istəyirlər. 10-15 dənə yaxşılıqlar eləyirlər, mən nə bilim, mülayim danışırlar, insanlara kömək eləyirlər, insanların qəlbinə girib onların sevgisini qazanırlar. Sonunda da küfür sözlər deyib insanları şirkə, küfrə dəvət eləyirlər. Qur'andan uzaq olacaq sözlərdir bu. Mən belə deyim sizə, gözəl insan, burada hansı bir insan, Allahın yaratdığı bir bəndə, 86 nəfərik, ya siz olsun, siz canlı sahibisiz, ya türk olsun, mənə misal üçün onun aydınlığını gətirə bilər ki, Kəbədə olan Quranı bizim içimizdə hansımız oxuyub, heç birimiz oxuya bilməmişik, oxuya da, yəni belə, yəni oxumağa da nə imkan nə də ki, əlimiz çatmaz. Mən belə deyim, kimlərin vasitəçiliyi ilə Quran nəşriyyatda çıxıb, indiki biz oxuduğumuz Quranlar, orada olan çox ayələrin əslində belə baxanda düzgün deyil. Çünki indiki dövrdə bu dəqiqədə insanlar, yəni din xadimləri olsun, kim olur olsun, onları öz fikirləri ilə yazırlar, bizi ötürürlər. İnşallah hamımız bu dünyadan köçəndə, axirət günündə, biz o biri dünyada biləcəyik hər şey düzgün nədir, hansı din düzgündür, hansı din düzgün deyil. Biz belə heç birimiz yəni dini müzakirə eləyə bilərik, debat apara bilərik. Amma ki, düzgünlüyə gəlsə, biz onun əslini görməmişik, biz əslindən danışa bilmərik. Siz onda belə çıxır ki, Quran-ı Kərimin təhrif olduğuna iman etmişsiniz. Necə? Siz onda əlimizdəki Quran-ı Kərim onda təhrif olunub mu? Mən əsl Qurana inanıram, Kəbədə olan Qurana inanıram, belə deyim sizə. Çünki onu nə mən oxumamışam, nə siz oxumamısınız. Yenə deyirəm, o bizə gələnlər hansısa bir insanın, hansısa bir din xadiminin nəşriyyatından gəlib çıxıb o Quranlar bizə. Bildiniz necə? Siz üzr istəyirəm, namaz qılırsınız siz? Mən bəli namaz qılıram. Siz niyə namaz qılırsınız ki? Siz axı o hədisləri Allah Rəsulunun
əlimizdə onların əsli yoxdur axı. Onlar, siz bunu hardan təyin eləmişsiniz ki, namaz qılmaq lazımdır. Siz necə Quran-ı Kərimə şübhə ilə yanaşmışsınızsa, namazı da siz qılmamalısınız. Çünki sizin fikirlər, sizin düşüncələr onu deyir sizə deyir ki, sən buna şahid olmamısan, sən bunun əslini görməmisənsə, namaz qıla bilməzsən, oruç tuta bilməzsən. Çünki bu sənə hansısa bir günahkarın əli ilə gəlib sənə çatıb. Bu sizə geri çöndəriləcək bir sualdır ki, siz bu sualdan sonra indən belə namaz qılmamalısınız. Siz Allaha da belə deyək də, mən çıxartmadım və heç kəs çıxartmadı. Özü çıxdı inşallah. Belə inşallah insanlar da fikirlərini deyirlər. Əlbəttə ki, bu sünnətə uyğun deyilsə biz qəbul edə bilmərik. Mən çıxartmadım. Mən gəldi adamım. Bir şey, deməli qardaş, belə bir məsələ var ki, umumən bunların savadsızları yox, belə alimləri gizli-gizli də bilirlər ki və etiraf edirlər ki, deməli ən aşağısı alimlər ki, deyəndə ki, əlimizdəki Quran təhrif olunmayıb, ən aşağıları deyirlər ki, təhrif olunmasa da yerləri dəyişir. Məsələn, Əhzab 33-də o Peyğəmbərin zövcələri başqa yerdədir. Burada Ali Muhamməddən gəlir, başqa yerdə gəlir. Yəni Peyğəmbər İbrahim əleyhissalamın davamçılarından sonra gəlir bu ayı. Yəni ən aşağısından belə təhrifə bunların hamısı iman gətirir. Yəni belə. Yəni Quranın təhrifinə. İkinci məsələ isə lap belə Quranın adı nədir? Allah Teala Quranda deyir axı, biz sizinlə tamam kəmal etdim dininizi və bu gündən sizin üçün İslamı seçdim. Bu ayə Peyğəmbər s.ə.və son vida həccində nazil oldu. Və hər bir Peyğəmbər özündən sonra bir Peyğəmbərin gəlməsini öz kitablarında müjdəliyirdi. Bu da ondan sonra gələnin ondan daha fəzilətli olsun. Amma bütün Peyğəmbərlər isə öz kitablarında Muhammed Peyğəmbərin adını müjdəliyib birbaşa. Deməli, gələn hamısından üstündür. Bunlara görə isə, əli hamısından üstün olduğuna görə Allah Teala necə ki Peyğəmbərləri müjdəliyirdi, bir açıq bir qərin, açıq bir ayə olmalıdır. Birbaşa əlinin adı gəlməlidir, olmalıdır. Bu da yoxdur. Buna görə qaçırlar bunlar öz uydurma hədisləri və yaxud da ki sözün altında gizlənən məsələlərə də. Bu da ki onları elə batıl edir. Çünki Allah Teala Quran-ı Kərimdə deyir ki, məndən sonra Əhməd adında birinə gələndə tabi olun. Bax, Məhəmməd Peyğəmbər s.ə.v ilə İsa əleyhissalamın arasında 540 il fərq olur. 540 il. Və 540 ildə Yahudilər, Xristianlar bu Əhməd adında Peyğəmbəri iman gətirmişlər. Amma Ləm yekunüllezine kəfəru ayəsi nazil oldu. Bəyinə də orada gəlir ki, onlar kafir, Xristianlar və yəni kitab əhli və müşriklər bölünmədilər, kafir olanlar onlardan, hətta onlara bəyinə gələnə qədər bilirdilər. Onlar bilirdilər ki, bu Əhməd adına bir Peyğəmbər gələcək, ona iman gətirmişdilər. Açıq, çünki əllərində açıq bir şey var idi. Mən də bunlara həmişə deyirəm ki, sizə görə bütün Peyğəmbərlərdən üstün olan, o olmasa namaz, zəkat, oruc, həc olmayacaq dediyiniz bir adamın Allah Teala adını öz kitabında bircə dəfə çəkməyə və yaxud da ki, adı nədir? Bircə dəfə, mən demirəm surədə, ayənin birinin adını ona verməyə niyə o eləmədi ki, insanlara bu qədər ixtilafda buraxdı getdi. Amma hər Peyğəmbərdən sonra biri gələcək. Belə çıxır ki, Xristian və Yahudilərə bizim haqqımızda deyir, Peyğəmbərdən sonra gəlib və ona iman gətirməyəndə əbədi cəhənnəmdə qalacaqsan, sənin heç bir şeyin qəbul olmayacaq. Adam haqqında isə bizdə dənə açıq bir şey demir. O çox belə qəribə bir şeydir, fikirləşəndə. Bəli. Vüqar, xoş gəlmişsin, Vüqar. Vüqardır. Salam aleyküm, nətərsiniz? Aleyküm. Oturub evdə dərd çəkirik. Göy guruldayır. Rayonda qalırsan sən? Dəhşət bir dənə şimşək çaxdı indi. Vüqar, hara gelirsən belə küləklidir hava? Yo, evdəyəm, pös pəncərəni açmışdım. Vüqar, sənin bu barədə fikrin nədir? Aleyküm salam. Kanalıma abunə olun, axşamüstü çox gözəl bir müzakirə olacaq. Kanalıma abunə olun.
Axı üzr istəyirəm, mən indi girmişəm canlıya, elə açan kimi gördüm. Mən ümumi nədən danışdığınızı bilmədim. Hə, elə bizim mövzu buydu. Ümumi iftiralardan. Şiə inancına görə sən şiəlikdə olmusandı neçə il? Qoy sən hamı qoy tanısın da. Vurun bunu. Hə. Akşamüstü şeye çıxmışdım. Bilmirəm baxdım baxmadım. Abdülhaşimin söhbətinə akşamüstü bu qədər baxdım. Bu Haşimin söhbətinə çıxmışdın deyəndə ki, mən səni orada görmədim, amma mən aşağıdan yazışırdım. Bəzi sualları verdim. Bunlar subhanallah getdikcə hədlərini aşırırlar. Allah'a şükür. Muhammed Allah deyirlər. Mənə dedilər ki, qalx, dedim, qalxıram, sual cavab olacaq da, yəni təhqir, zat falan. Allaha and olsun, Allah şahiddir ki, mən dedim, sən yəqin oradasan da. Mən nələr dedilər, Allahu Ekber. Yaxşı. Bax, Allah şahiddir, vallahi. Şeylə yamanilər. Türk mənim o birisi TikTokumda onlara qarşı paylaşımları edirəm, bilirsən, bilmirsən də. Bunlar onu görüblər, qəzəbləniblər, ondan əlavədə kəsirlər də, belə bir şey. Bilsən, hara kimi getdilər? Altdan yazıblar ki, Sabuhini qaldır, onu qaldırma. Sabuhi kimdir? Sabuhi yoxdur, Tizanidir kimdir? Güya ki, əhl-i sünnəti şiə eləyən. Yalancı, o kadr falan var. Qardaş, sən o günləri, 2 gün bundan qabaq mənim 2 gün bundan qabaq axşam canlı açmışdım. Mən sən baxdım, baxmadım. Orada məni blok elədi. Bu şeyi bir gün məni blok eləmişdilər. Bu Sabuhi sapığın biridir. Bu yalancının biridir. Bunu o qədər tərbiyə vermişəm mən. O yalan. Bir dənə şiənin İslam'a girməsini gördünüz orada. Yaxşı. Görmədiniz? Sürən gün, dünən yox sürən gün, axşam saat 10-a işləmişdi, 15 dəqiqə. Bir nəfər qalxdı, bir sual verdi mənə, tarixli sual verdi, düzdür, Cəməl döyüşündən verdi. Mən də ona oxudum onu, olduğu kimi bilirəm də. Dedi ki, qardaş, vallahi sən dediyi məndə oxumuşam. Sən bir dənə burada söyləməmişsən. Mən deyir, tövbə edirəm şiəliyə. Mən onlara halallıq vermirəm ki, məni indiyə qədər azdırıblar. Kəlmə şəhadəti dedi və düşdü. Ondan sonra şiələr hamısı başladı mənə atdı şeyə, bloka. Türk, sən Sabuhi kimi eləməmişsən? Örgədib çayxanada sir-sifətin gizlədib bir-iki dənə şeydən sonra güya əhl-i sünnət idi, şiə oldu. Mən yazmışam ki, onu qaldırma. Orada gülür elə bilir ki, qorxub eləyirik. Ona görə deyir, qaldır. O adam cahil adamdır. Yəni sözdən anlamayan adamdır. Gələrsən qaldırarıq. 100 dəfə eyni şey desəndə o adam başa düşmür. Ona görə Sabuhi o birisilərdən biraz əxlaqlıdır. Yəni əxlaqlı adamdır. Sabuhi var, Türk, o çox fırıldaqlı adamdır. O günləri çıxmışdım da müzakirəyə. Nəhcülbələğin 6-cı məktubunu güclə oxutdum onlara. Qoymuşam, səhifəmə qoymuşam. Girin baxın. Oxumur da kişi. Deyirəm ha, oxu. Deyir oxumur. Sabuhi niyə gülürsən? Oxumur ha kişi. Allahu Ekber. Sabuhi bilsən niyə gülür? Sabuhi bilsən niyə gülür? Bax oradadır gülür. Bilsən niyə gülür? Bilsən niyə gülür? Bir saata o məktubu oxumadı, ona görə gülür. Səhifəmə qoymuşam, YouTube'a da qoymuşam, onu baxın orada. Baxın bu adamları tanıyın da Allahu Ekber. Bu adamlar hardadır? Sabuhi keçəcək biz tərəfə. Az qalır. Arkadaş, Sabuhi kimi adamın keçməyi heç yaxşı deyil. O adam yaxşı adam deyil. Bir dənə. Türk, sən bunun bir dənə videosunu izləmirsən. Öz adamlarıdır. Gətiriyib. Bəli. Bu insan nə qədər... O bilsən nəyə görə belə olur? Sabuhi və onun timsalında olanlar baxır o tərəfə ki, bunlar hamısı şiəlikdən çıxır. Baxır bu tərəfə şiəlikdən çıxır. Tanıdıqları buna da bu Azərbaycan şiəlikdən çıxır da. Hamı gedir müsəlman olmağa. Bunlar bir kompledir. Qardaş, İbrahim də elə eləmişdi bir dəfə. Bir nəfər çıxartmışdı üstündür. Sən demə, mən həmin adamı tanıyıram, o şiəni də, o birisini. Dedim, 2 dənə Rafizi durub burada, o birisi də mənə verir. Sən Rafizi sənsən aşağı.
aşağıda yazır, Hafiz. Deməli, sən filankəs deyilsən, özün mənim yerlimsən. Ondan sonra başa düşdü, atdılar mənə bloka. Bax, adama deyirlər Asabuhi, indi o uşaq hardadır? Görürsən mi? Onu nə qədər platit elədin ona. Nəysə, inşallah bu kadar başqa sözüm var qaqa. Mən səhərdən durmuşam, saat açmışam çoxdan. Yox, qardaş, Allah kimi olsun. Çıxardarsan bu Sabuhu da sən axşam gələndə saat neçədə olacaq? Görək nə danışır. Amma Sabuhi ilə mənim o günləri TikTok şeydə imamı Allah seçir yoxsa yox, orada qoymuşam. Səhifəmə abunə olun. Onun Salam. Ay kişi, 10 dəqiqə oldu. Vüqar, sən oradaydın da Vüqar, hə? Oradaydım. Adam oxumur, ha, bir saniyə. Görüb, deyib, bu dəlillər bu nə da, bu bizi məhv eləyəcək, başa düşürsən. Bu dəlillər bizi baxmadağını eləyəcək. Mən bunu oxumuram. Niyə oxusun? Axırda deyir ki, bunun sənəti zəifdir, filandır. Allah akbar. Şeydir, Sabuhu aşağıda yazıb ki, sizin şəbimizi şiələr kəsib. Mənim şəbimi kommunistlər kəsib, bu birinci. Yəni, o vaxt kommunist dövründə olmuşam. Anam əhl-i sünnədir, xalamın biri zır rafizidir, özə pis rafizilərdən. Biri deistdir, biri ateistdir. İndi kim kəsibsə, görürsən, belə olub da. İndi deyir ki, sizin şəhkəminizi şiələr kəsib. Şiələr kəsibsə, deməli, bizə vələ dizmə deyirlər, sizinkilər. Düz demirlər də, bizim şəhkəmimiz kəsilib faktdır ki. Mən inşallah çıxıram, üzürlü sayın. Oldu qardaş, Allah razı olsun. Çox adam qaldı. Sabunu qaldırarsan, söhbət eləyər. Mövzu var. Vüqar, axşamüstü gəl. Mövzu var. Biz çıxırıq. Qardaş, biz çıxırıq, Sabunu qaldırıb burada danışsın özü, tək. Qeyd et, mövzu bu olacaq. Salam Allah olsun yaratmışdı ki, onun yanında bir təskinlik olsun. O aləmlərin eyni olsun. Sabuhu trip oldu başdan. Nədir o? Başa Körpə düşmədim, idi, mən anasını eşitmədim. dünyaya gətirəndən Peyğəmbər onu aldı qucağına və day vermədi anasına. Dedi, bu uşaq mənə məxsusdur, mənimdir, mənim canımdır, mən xidmət eləyəcəm buna. Ağuşuna aldı və Peyğəmbərin qucağında şəhadət verdi Peyğəmbərliyin. Hələ Quran nazil olmamış Müminin surəsini oxudu Peyğəmbərin qucağında. Hələ Quran nazil olmamış Müminin surəsini oxudu Peyğəmbərin qucağında. Hələ Quran nazil olmamış Müminin surəsini oxudu Peyğəmbərin qucağında. Hələm Quran nazil olmamış Muhammedə, Allahın salamı olsun ona, Muhammedə Quran nazil olmamışdı. İmam Əliyə nazil olmuşdu və Sabuhi ilə də 2-3 gün bundan qabaq müzakirə eləmişəm. Allah həmd olsun, bizim qorxacağımız Allahdır. Sabuhini siz yaxşı tanımırsınız. O bir əhl-i sünnəti şiə eləyib. Özümü yandırdım, pis də yandırdım. Yaxşı, salam aleykum əxi. Axşamüstü görüşürük. Kanalıma abunə olun. Bu günləri bu mövzunu qoyacağım. Dəlillərlə. Bax, elə indi başlayacağım. Bir dənə sahibi ərzimi yuyub qoyacağım. Hamı girsin, baxsın. Hacı Şahinin və Şeyx Cavidin səslərini qoyacağım və şiə kitablarından o hədisi Azərbaycanca və ərəbcə qoyacağım. Oxuyun, görün ki, bu insanlar nə deyir? Quran birinci İmam Əliyə nazil olub. Muhammedə nazil olmayıb. Sonra Muhammedə nazil olub. Birazdan ABD-zada inşallah qoyacağım. Bəlkə də tez. Kanalıma abunə olun inşallah. Axşamüstü görüşərik. Assalamu aleykum və rəhmətullah. Aleykum salam. Vüqar, WhatsApp-a gəl, ay Vüqar. Yaxşı.